Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizə Novruz süfrələrinin bəzəyi olan milli şirniyyatlarımızdan paxlava hazırlayacağam. Əvvəlcə paxlavanın şirəsini hazırlayırıq. Şirəni bir gün öncədən də hazırlaya bilərsiniz. Şirə üçün bizə lazımdır 600 qram, yəni 3 stəkan şəkər tozu, 300 ml, yəni stəkan yarım da su. Əlavə edirik qazanın içərisinə və şirəni qaynadırıq. Çox qaynatmaq lazım deyil. Şirə qaynamağa düşən kimi gördünüz ki, artıq şəkər tozu tam həll oldu. Üzərinə çay qaşığının ucunda limon duzu əlavə edib 1 dəqiqə müddətində qaynadıb ocaqdan götürüb və tam soymasını gözləyirik. Şirə tam soyduqdan sonra şirəni bir qabın içərisinə əlavə edib soyuducuya yerləşdirirəm. İndi isə içlik hazırlayıram. İçlik üçün lazım olan qoz ləpəsini mən rondodan biraz iri dənəli halda, yəni iri qalmaq şərti ilə rondodan keçirdirəm. Çox üyüdülmüş istəsəniz, onda fındıq çəkən maşından da çəkə bilərsiniz. 600 qram qoz ləpəsinin üzərinə 400 qram şəkər tozu və 1 çay qaşığı hil ədviyyatı əlavə edib qarışdırıram. İçliyimiz hazırdır. Və indi isə keçirəm xəmiri yoğurmağa. Xəmir üçün də lazım olan ərzaqlar çalışın ki, hamısı ev temperaturunda olsunlar. 750 qram un götürmüşük, üzərinə 1 çay qaşığı şəkər tozu, 1 paket vanil və 1 çimdik duz əlavə edirik. Əvvəlcə quru ərzaqlarımızı qarışdırırıq. Yarım çay qaşığı quru maya götürürük. Yarım çay qaşığı quru mayanın üzərinə 1 yemək qaşığı ilıq su əlavə edib qarışdırıb bir kənarda gözlədirik. Quru ərzaqlarımızın üzərinə 150 qram ev temperaturunda tam yumşalmış kərə yağı əlavə edirik. Yağ çalışın ki, mütləq yumşalmış halda olsun. Daha sonra isə üzərinə 200 qram xama əlavə edirik. Xamadır, yağdır, hamısı ev temperaturunda olmalıdırlar. 2 ədəd ağlı sarlı yumurtanı da əlavə etdikdən sonra çox azacıq qarışdırırıq. Ümumilikdə bu xəmir üçün yarım stəkan süddən istifadə edirik. Ola bilər ki, unun növündən asılı olaraq 1-2 yemək qaşığı artıq da süd istifadə oluna bilər. Və su ilə islatdığımız mayanı da əlavə edirik üzərinə. Qalan yarım stəkan ilıqdan biraz isti südü də əlavə edərək başlayırıq xəmiri yoğurmağa. Süd nə çox qaynar olmasın, nə də çox ilıq olmasın. İlıqdan biraz isti oldu, yetərlidir. Xəmir ələ yapışmayan çox yumşaq bir xəmir alınır. Xəmiri yoğururuq və çalışın ki, bu xəmir nə çox bərk olmasın, nə də çox yumşaq olmasın. Orta yumşaqlıqda bir xəmir olur paxlavanın xəmiri. Xəmiri yoğurduqdan sonra çox mayalandırmağa ehtiyac yoxdur və üstünü qətiyyən bükmürük. Sadəcə üzərini bir salafanla örtüb, bir çay dəsmalı atırıq üzərinə və elə burada masanın üzərində saata baxırıq. Yarım saat gözlədirik. Yarım saat gözlətdikdən sonra artıq götürüb başlayırıq paxlavanı hazırlamağa. Çünki bu bir qədər uzun proses olduğuna görə, əgər siz xəmiri çox gözlətsəniz, çox mayalansa, onda bişərkən paxlavanın üzəri gülləyə bilər. Xəmir çox mayalanmalı deyil. Yarım saat gözlətdiniz, yarım saatdan sonra artıq başlayırıq kündələməyə. Mən üst kündəni 350 qramdan, alt kündəni isə 250 qramdan götürürəm. Gördüyünüz kimi bir kündə 350 qram, bir kündə isə 250 qram oldu. Qalan xəmiri də tərəzidə çəkdim. Nə qədər gəldisə, həmin xəmiri də 10 hissəyə bölürəm. Və məndə burada 71-72 qramdan kündələr oldu. Orta kündələr həmişə kiçik ölçüdə olur. Paxlavanı hər zaman 12 kündədən hazırlayıram. Yenə də qeyd edirəm. Üst kündə 350 qramdan, paxlavanın alt kündəsi 250 qramdan, orta kündələr isə çox incə açıldığına görə, incə xəmir olduğuna görə 71-72 qramdan olur. Tərəzi ilə ölçülərini götürdükdən sonra artıq biz burada gördüyünüz kimi kündəliyirik xəmirləri, amma mütləqdir ki, xəmirlər də kündəsini alsınlar. Çox yox, bir 10 dəqiqə gözlətmək lazımdır. 10 dəqiqədən sonra artıq başlayırıq alt kündədən yaymaqla paxlavanı hazırlamağa. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, zəhmətə dəyər verib, saniyənizi ayırıb, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənmədən keçməyin. Əgər videolarımızı bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Siz də kanalımızın böyüməsində bu cür mənə dəstək olmuş olursunuz. Dəstək olan hər kəsə də buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun. Allah bu bir ay boyunca tutulan oruclarınızı, edilən dualarınızı qəbul etsin inşallah. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. O qədər sizlərə ruzi versin ki, hər kəs süfrəsini bu cür ləzzətli təamlarla bəzəyə bilsin. Kündələrin gördüyünüz kimi üzərini salafanla örtürəm
və mütləq bir 10 dəqiqə gözlədirəm. 10 dəqiqə keçdikdən sonra artıq baxıram ki, kündəsini alıblar. Əvvəlcə mən paxlavanın alt kündəsindən başlayıram yaymağa. Alt kündə 250 qramlıq kündədir. Yayarkən mütləq çalışın ki, düzbucaqlı formasında, yəni listin ölçüsünə uyğun yayın. Əgər dairəvi formada bişirsəniz, dairəvi yayın. Yox, əgər düzbucaqlı formada bişirsəniz, onda mütləq düzbucaqlı formada yaymaq lazımdır. Mənim hazırlayacağım listimin ölçüsü 27-nin 36-yadır, 400 qramlıq listi. Yəni listimin ölçüsü, demək ki, eni 27 santimetrdir, uzunluğu da 36 santimetrdir. Burada videoda da gördüyünüz kimi mən artıq listi də yağlamışam. Listin içərisinə bir 30-40 qram kər yağı əlavə edirik və yaxşı-yaxşı hər tərəfini yağlayırıq. Və alt kündəni yaydıqdan sonra ara bir mütləq listi üzərinə belə yerləşdirib tuturuq və xəmirin uzunluğunu yoxlayırıq ki, yəni listə uyğun yaymışıq yoxsa yox. Və unun çırpırıq, gördüyünüz kimi baxın. Və listimizə yerləşdiririk. Kənar hissələrdən artıq qalan xəmirləri də kəsib çıxardırıq. Kənar hissələrdən kəsib çıxartdığımız xəmirlərdə qətiyyən israf etməyin. Onları da sonda yoğurarsınız, yəni bir kündə düzəldərsiniz. Mən də bu cür etdim. Biraz da qoz ləpəsi ilə şəkər tozunu qarışdırıb qəşəng bir list mütəkkələr hazırladım. İlk 250 qram alt kündəni yerləşdirdikdən sonra görürsünüz artıq qalan xəmirləri kəsib çıxardıram və artıq başlayıram kiçik ölçüdə olan 71-72 qramdan olan kündələri yaymağa. Bir də mən paxlavanın ara qatlarına bu dəfə də yağ çəkmədim qətiyyən. Amma istəsəniz təbii ki, fırça vasitəsilə hər qatına çox az, cüzi miqdarda yağ çəkə bilərsiniz. Mən sonda 1 stəkan ərinmiş kər yağını, 250 qram ərinmiş kər yağını tortasından ayırıram. Yəni xalis kər yağı olmalıdır. Qətiyyən ayranı tortası içərisində qalmalı deyil. Yağı qəşəng qaynadıram və tortasından ayrandan ayırıb sonda da süzgəcdən süzürəm. Çünki yağın içərisində, yəni tərkibində ayranı qalarsa, onda paxlavanızın üzərinə ləkələr sala bilər. Ona görə mütləq onu ayranından tamamilə ayırmaq lazımdır. Və gördüyünüz kimi, mən qeyd etdiyim kimi, qətiyyən ara qatlarına yağ çəkmədim və 3-cü qatdan başlayaraq artıq başlayıram içliyi səpməyə. İlk olaraq 250 qramlıq kündəni yerləşdirirəm. Daha sonra isə başlayıram o kiçik ölçüdə olan ara qat kündələri yaymağa, üzərinə yerləşdirməyə və 3-cü yuxadan başlayaraq ta 10-cu yuxaya qədər içlik səpirəm. Artıq 11-ci yuxaya mən içlik səpmirəm. Ümumilikdə biz 8 dəfə içlik səpmiş oluruq. Mənə rahat olsun deyə mən içliyi də hazırladıqdan sonra tərəzidə çəkdim. İçliyin kütləsi nə qədər gəldisə, onu da 8 yerə böldüm və həmin qramdan da tərəzidə çəkdim və içliyi ayrı-ayrı qablara yerləşdirdim. Bu cür edəndə çox rahat olur. Belə gözə yarı səpəndə bir yuxanın içərisinə məsələn biraz artıq əlavə edirik, birinə biraz az əlavə olunur. Ona görə tərəzidə çəkəndə daha yaxşı olur ki, hər bir qata eyni bərabərdə olmaqla içlik səpilir və işiniz də asanlaşır. Və artıq bu gördüyünüz kimi 3-cü qatdır. 3-cü qatı da üzərinə yerləşdirdim. Yenə də qeyd edirəm, mən ara qatlarına yağ əlavə etmədim. Sonda istifadə edəcəyim o 1 stəkan 250 qram yağ, yəni yetərincə ara qatların hamısına da çatır, çox gözəl alınır. Amma istəsəniz ki, yağlamaq, onda heç bir problemi yoxdur. Elə 250 qram yağı götürürsünüz. Həmin o 250 qram yağla çox az, yəni yenə də qeyd edirəm, aşırı yox, cüzi miqdarda az-az fırça vasitəsilə oradan-buradan belə yağ vura bilərsiniz. Çünki yağ çox olanda da sobada da bişəndə daşır. Ona görə çox yağlamağa ehtiyac yoxdur. Qalan yağı da sonda üzərinə əlavə edə bilərsiniz. Amma mən elə 250 qram yağı yəni əritdim, tortasından, ayrandan ayırdım, süzdüm və sonda üzərinə əlavə etdim. Ara qatlarına qətiyyən əlavə etmədim. Yenə də burada təkrar deyirəm ki, xanımlar tam yəni yaddaşında qalsın deyə. Baxın, burada 3-cü qatdan başlayaraq içlik səpməyə başladım. Və görürsünüz, hər dəfəsində də artıq 3-cü qatdan başlayaraq hər laya içlik səpirik ta 10-cu qata qədər. İçliyi də çəkdiyimə görə tərəzidə mənə çox rahat deyil. Hər dəfəsində götürürəm, əlavə edirəm. Bir də ki, nəzərinizə çatdırım ki, mən burada qoz ləpəsini rondadan keçirtmişəm. Biraz iri dənəli alınıb. Ona görə içliyi səpdikdən sonra o iri dənəli olan qoz ləpələri elə bir ki, listin biraz kənarlarına düşür. Ona görə hər dəfəsində mən içliyi səpdikdən sonra kənarlara düşən iri dənəli qoz ləpələrini əlimlə itələyirəm orta hissəyə.
İnandırım sizə bu cür o qədər gözəl alınır. Yəni bu qoz ləpəsi biraz belə iri dənəli qalanda paxlavanın içərisində həm görünüşü çox gözəl olur, həm də yeyərkən belə dişinizə dəyər qoz ləpəsi çox gözəl olur. Bir də ki, görürsüz, hər kündəni ki, üzərinə yerləşdirirəm. Mən üzərin belə malakeşlə presləyirəm. Bu gördüyünüz malakeşi də mən şirniyyat ləvazimatları satılan mağazadan almışam. Sizlər də alıb istifadə edə bilərsiniz. Hər kündəni ki, baxın belə üzərinə yerləşdiririk və bununla qəşəng üzərini presləyirik. Çox səliqəli olur. Və preslədikdən sonra çəngəllə mütləq 5-6 yerdən yenə deşirik ki, paxlava bişərkən içərisində yəni yersiz qabarmalar olmasın. Bu artıq 11-ci yuxa olduğuna görə, yəni 11-ci qat olduğuna görə artıq burada içlikdən istifadə etmirik, içlik səpmirik. 10-cu qata kimi, qeyd etdiyim kimi içlik səpirik. Bu 11-ci qatda üzərinə yerləşdirdik, preslədik, kənar hissələrdən artıq qalan xəmirləri kəsdik, çəngəllədik və içlik səpmirik. Son 12 qatı artıq başlayırıq yaymağa. Bu 350 qramlıq kündədir ki, paxlavanın ən üst qatıdır. Paxlavanın alt və üst qatları həmişə yəni digər qatlara nisbətən qalın olmalıdır. Üst qatımızı yayarkən də mütləq çalışın ki, səliqəli formada yayın. Çünki bu paxlavanın üzəri olduğu üçün yəni hamar yayılmalıdır. Səliqəsiz alınsa, paxlavanızın üzəri də səliqəsiz alına bilər. Ona görə mütləq çalışın yayarkən səliqəli yayın. Paxlavanın üzərini bəzəmək üçün də həm qoz ləpəsindən, həm soyulmuş, qabığı soyulmuş fındıq ləpəsi və badam ləpəsindən istifadə edə bilərsiniz. Mən bu dəfə badam ləpəsindən istifadə etdim. Badamları demək qabıqlı şəkildə almışdım və qazanın içərisində suyu qaynatdım və həmin o qabıqlı şəkildə olan badamları içərisinə əlavə etdim. 1 dəqiqə müddətində qaynar suyun içərisində qalan kimi çox rahatlıqla qabıqları soyulur. Həmin badamları mən listin içərisinə yığdım və 50-60 dərəcəli sobada çox az dərəcədə, yəni qızarması lazım deyil. Bizə lazımdır ki, qurusunlar. Bir 5-6 dəqiqə müddətində həmin o 50-60 dərəcəli sobada, yəni aşağı dərəcəli sobada 5-6 dəqiqə saxlayıb götürürük ki, qurusunlar. Və salam götürüb paxlavanın üzəri üçün istifadə edə bilərsiniz. Çox gözəl alınır. Artıq paxlavanın üst qatını görürsüz, yerləşdirdim. Kənardan artıq qalan xəmirləri kəsirəm. Onları kəsdikdən sonra bir küt bıçaq götürürəm. Həmin o küt bıçaq vasitəsilə demək paxlavanın xəmirlərini kənardan doğru içəriyə doğru salıram onları. Baxın, bu kənar hissələr biraz belə yuxarıya doğru qalırlar. Onları mütləq içəriyə doğru salmaq lazımdır. Amma əvvəlcə biraz üzərini yenə malakeşlə presləyirəm ki, xəmirin üzəri qəşəng hamar olsun. Və gördüyünüz kimi üzərini hamarladıqdan sonra bir küt bıçaqla xəmirin kənarlarını içəriyə doğru salıram. Bundan sonra artıq mən listi götürürəm, yerləşdirirəm buzluğa, soyuducunun buzluq olan gözünə. O qədər rahat olur ki, sonra bunu doğramaq, kəsmək, forma vermək mütləq yarım saat buzluğa yerləşdirin. Buzluqda nə varsa çıxardırsınız və bu listi yerləşdirirsiniz buzluğa, yarım saat buzluqda qalır. Yəni üzəri açıq vəziyyətdə bu cür qalmalıdır. Daha sonra yarım saatdan sonra buzluğu açırsınız, əlinizi vurursunuz xəmirə, görürsünüz ki, artıq paxlavanın üzəri, yəni xəmir bərkiyib. Bərkidikdən sonra buzluqdan götürürsünüz və başlayırsınız doğramağa. Üzərində un qalıqları qalmasın deyə çay dəsmalı ilə də üzərini silirəm və buzluğa yerləşdirirəm. Və artıq yarım saat qaldı. Baxın, görürsünüz, üzəri qəşəng bərkiyib. Bir dəfə də üzərini silirəm. Eni 3 sm olan xətkeşlə başlayıram kəsməyə. Əvvəlcə xəmirin kənarlarından, biraz kənar hissələrdən çox az kəsirəm o hissələrin. Hər iki tərəfini o hissədən kəsib çıxardıram. Daha sonra isə paxlavanı başlayıram kəsməyə. Kəsəndə istəsəniz bir dəfəyə kəsə bilərsiniz, amma mən əvvəlcə üzərinə cızıqları atıram, yəni yüngül-yüngül, üzdən cızıqları atıram. Kənarlarını düzdür, dərindən kəsdim, amma baxın bu hissələrdən mən yüngül üzərindən cızıqlar atıram. Daha sonra isə artıq ikinci dəfə başlayıram, xətkeşi yenə də həmin o cızıqlar atdığım hissədən qoyuram və başlayıram dərindən kəsməyə. Xəmir donanda bunun kəsilməsi çox rahat olur. Donmayanda xəmir yapışır xətkeşə və xəmirin üst qatı ilə birlikdə qalxır. Ona görə mütləq xəmiri dondurun. Donduranda çox rahatlıqla kəsilir. Görürsünüz, artıq burada xətkeşi üzərinə yerləşdirmişəm və artıq iti bir bıçaqla dərindən kəsirəm. Bir də dəyərli izləyicilərim, ola bilər aranızda, məsələn, kanalıma yeni qoşulan izləyicilərim görməyə bilər. Əgər soba listinin içərisində paxlava bişirmək istəsəniz, YouTube kanalımda həm videosu, həm resepti var, həmin videoya da baxa bilərsiniz. Yəni eyni resepti, sadəcə o soba listidir, yəni ərzaqların miqdarı bir qədər artıqdır. Bu isə sırf paxlava listidir.
Həmin o soba listi üçün verdiyim ölçüləri siz həm dördkünc listə, həm də dairəvi listin içərisində hazırlaya bilərsiniz. Baxın, üzəri üçün də bir ədəd bütöv yumurtadır, bir ədəd yumurtanın yalnız ağıdır və bir çay qaşığı da duru yağdır. Bunları əvvəlcə süzgəcin içərisinə əlavə etmək lazımdır ki, o yumurtanın ağ hissələri düşməsin sarın içərisinə. Çünki paxlavanın üzərində bişərkən çox belə pis görüntü ola bilər. Ona görə mütləq süzgəcin içərisinə əlavə edirik. Bir bütöv yumurta, bir yumurtanın sarısı və bir çay qaşığı duru yağ əlavə edirik. Qəşəng süzgəcdən keçirdikdən sonra həmin bu yumurtanı fırça ilə yaxşı-yaxşı çəkib paxlavanın üzərinə yedirdirik. Daha sonra isə qabığından təmizlədiyim badamları üzərinə yığırıq, orta hissələrinə yığırıq və sobamı da artıq öncədən yandırmışam. Öncədən isidilmiş 170 dərəcəli sobada, sobanın ən alt gözündə konveksiyasız, yəni paxlava qətiyyən konveksiyada bişə bilməz, konveksiyasız rejimdə bişməlidir. Sobanın ən aşağı gözündə əvvəlcə üst qatı bir 20 dəqiqə, 25 dəqiqə müddətində paxlavanın üzəri quruyana dək, yəni bərkiyənə dək bişirmək lazımdır. Baxın, burada əlimlə də yoxlayıram. Paxlavanın belə yoxlayırsınız. Görsəniz ki, üst xəmir qəşəng bərkiyib, onu da götürürsünüz və bu ayranından, tortasından ayırdığımız bu bir stəkan yağdır. Ümumilikdə 250 qram yağda ərdirik, yəni bu qədər qalır. Tam bir stəkan dolu yağ alınır. Bu yağa da bıçağı görürsünüz batıraraq həmin o kəsik hissələrdən bir daha dərindən kəsirik sona qədər. Kəsdikdən sonra yağı üzərinə gəzdiririk və yenə də sobaya yerləşdirib sobanın ən aşağı gözündə tam hazır olana qədər bişiririk. Mənim hazırladığım paxlava ümumilikdə 1 saatdan çox bişir. Təxminən 1 saat 20 dəqiqə, 25 dəqiqə müddətində başa gəlir. Baxın, görürsünüz, mən listin alt hissəsinə də bir dənə yağlı kağız yerləşdirdim. Çünki bişərkən istər-istəməz qaynama olur. Yəni, yağ qaynayır, kənar hissələrdən süzülür. Ona görə o yağlı kağızı yerləşdirəndə yağ daşsa da həmin o yağlı kağızın üzərinə tökülür. Demək olar ki, sobanız bulaşmır. Yəni bu üsuldan da istifadə edə bilərsiniz. Üzəri qəşəng xına kimi qıpqırmızı qızardıqdan sonra sobadan götürürük və hazırladığımız bu şirə ki var, qaynar paxlavanın üzərinə, yəni paxlava sobadan çıxır, qaynar halda olarkən, yəni qətiyyən soyumasını gözləməyin. Qaynar olarkən soyuq şərbəti üzərinə əlavə edirik. Mən şərbəti əvvəlcədən bişirirəm və soyuducuya yerləşdirirəm ki, qalsın, soyusun. Paxlavaya şərbət mütləq soyuq halda əlavə olunmalıdır. Ona görə mütləq soyuducuya yerləşdirin və artıq budur. Paxlavalarım hazırdır. Demək, mən paxlavanın şirəsini əlavə etdikdən sonra axşam bişirdim. Səhərə kimi saxlayıram. Yəni əl vurmuram. Artıq səhəri gündür. Qəşəng bıçaqla kəsərək hamısını listin içərisindən çıxartmışam. Gördüyünüz kimi, baxın, paxlavanın qatları hamısı tək-tək bilinir. Qoz ləpəsini iri dənəli etdiyim üçün içərisində çox gözəl görünür. Şirəsi də nə çox deyil, nə az deyil, yəni öz normasındadır. Paxlava özü də qətiyyən yanmayıb, çox gözəl alınıb. Soyuq şirəni qaynar paxlavanın üzərinə əlavə etdikdən sonra qətiyyən sobaya yerləşdirməyin. Əgər sobaya yerləşdirsəniz, onda paxlavanız yana bilər. Şirəni də yaxşı olar ki, bir gün öncədən hazırlayıb, soyduqdan sonra soyuducuda saxlayasınız. Onda şirə də, burada videoda da gördünüz, çox gözəl, belə məti, qatı olur, eynən bal kimi olur və paxlavanıza da çox gözəl dad verəcək. Bütün bu xırdalıqlara hamısına əməl etsəniz, sizin də hazırladığınız paxlava bu cür dadlı, ləzzətli və gözəl olacaq. Dadından da yedikcə doymaq olmur, həqiqətən də çox gözəl alınıb. Göz haqqınızı halal edin, videonu bəyənib yaxınlarınıza paylaşmağı unutmayın. Sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.